İşğaldan azad olunmuş ərazilərdə yenidən qurma işləri tam sürəti ilə davam edir. Təmir bərpa işlərinə cəlb olunan şirkətlərdən biri də Frent şirkətidir ki, son vaxtlar sözgedən şirkətdən narazılıqlar var. Bir qrup şəxs Ağdamın Xıdırlı kəndində usta kimi fəaliyyət göstərdiklərini və hələ də onlara ödəniləcək məbləği ala bilmədiklərini iddia edirlər. Şikayətçilər şirkətin müdiri Natiq Əliyevin onların probleminə laqeyd yanaşdığını, hətta ondan şikayət edəcəkləri təqdirdə məbləği ümumiyyətlə ödəməyəcəyi ilə bağlı hədə-qorxu gəldiyini iddia edirlər. Cənab Prezident, Cənab Ali Başkomandan, bizim gəlmişik Ağdamın Xıdırlı kəndində işləmişik. Bizim pulumuzu Frent şirkətinin müdürü Natiq Əliyev vermir pulumuzu. Deyir, nə bilim, yoxdur, 10 gün olacaq, 1 ay olacaq. Gündə bizi alladır, ay yarımdır ki, biz pul alamırıq. Bu qardaş da veteranımızdır, bu torpaqlarda can qoyub. Bəli, əziyyət çəkmişik, bu torpaqlarda canımızı qoymuşuq. Pulumuzu ala bilmirik. Gəlmişik indi hal-hazırda burada işləyirik, Frent şirkətində. Alacağımız var burada, bölüm miqdarda. Pulumuzu ala bilmirik. 15 nəfər uşağı, 15 nəfərin pulunu vermirlər. Xahiş edirik, aidiyyat orqanlara göstəriş verəsiniz, bizim pulumuzu tez bir zamanda versinlər. Ümid edirik ki, lazımi qurumlar məsələni nəzarətə götürüb problemin tezliklə həllinə çalışacaqlar. Bu arada səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.